Salam, izləyicilərimizi və bu gənc balaca rəqqas qonaqlarımızı salamlayıram. Xoş gəldiniz deyirəm və siz izləyicilərimizə onu bildirmək istəyirəm ki, bu dəfəki verilişimiz Abşeron rayon Xırdalan şəhər Palitra tədris mərkəzinin rəqqasları qonağımızdır. Üzümü tuturam Nuranə Qafarlıya, bu uşaqların müəlliməsinə və deyirəm ki, Nuranə xanım, xoş gəlmişsiniz uşaqlarla birgə. Buyurun, biraz bu rəqs barədə çıxışınızı eləyin, görək neçə ildir fəaliyyət göstərirsiniz və uşaqların rəqsindən bizi tanış eləyərsiniz. Salamlayıram sizə Məlkə xanım, dəvətiniz üçün təşəkkür edirik. Bizi izləyən tamaşaçıları da salamlayıram. 7 ildir rəqslə məşğulam, adım Nuranədir. Fəaliyyətim isə Palitra tədris mərkəzində və Masazada Panda School'dadır. Buyuraq uşaqlardır. Bəli. Gəl elə səndən başlayaq balaca. Qızım, neçə ildir rəqslə, nə vaxtdan rəqslə məşğulsan? Mən artıq 3 aydır Palitra tədris mərkəzində dərs alıram və Nuranə müəllimə bizə öyrədir. Biraz danışa bilərsən özün Bəli, barədə? mənim adım Səmadır. Mən 310 saylı tam orta məktəbin 6-cı sinif şagirdiyəm və 310 saylı tam orta məktəbə hamıya salamlar deyirəm. İndi Nuranə, sən özün bu uşaqlara sual ver, görək hansı vaxtdan və necə rəqslər eləyirlər, necə İlana özünü təqdim edirəm. Bəli. Mənim adım Milanadır. Bir ildir Palitra tədris mərkəzindəyim. Ay maşallah. Bugün olsun ki, böyük bir rəqqas olaraq dünya çəkilişlərinə çıxasan. Özünü təqdim edirəm. Mənim adım Ayandır. Aha. Mənim 5 yaşım var. Ay maşallah. Ayan öz rəqsini göstərəndə baxacaq. 6 yaşım var, amma 3 yaş. 3 aydır. 3 aydır mən rəqsə gedirəm. Mənim müəlliməmin adı Nuranə müəllimədir. Bir də mənim 6 yaşım var. Ay Allah, maşallah. Ötür dilək. Mənim adım Diləkdir. Mən 3 ay rəqs Neçə yaş mı? 5 Maşallah. 5-dim. Sən buyur bala. Salam, mənim adım Zəhra, 10 yaşım var. Artıq bir ildir ki, Palitra tədris mərkəzinə rəqsə başlamışam, rəqsə gedirəm. Bu gün burada rəqs edəcəyim üçün çox sevincliyəm. Bu rəqsi mənə sevdirən müəlliməm Nuranə Qafarlı olmuşdur. Əminəm ki, bizim rəqsimiz hər kəs üçün xoşa gələcək və Məlkə xanım sizə təşəkkür edirik ki, Çox sağ ol. bizi verilişə dəvət etmişsiniz. Hər zaman biz gənclərə dəstək olursunuz. Təşəkkür edirəm. Eşitmişəm gözəl gürcü rəqs eləyirsiniz. Ay maşallah. Bəli. Azərbaycan rəqslərindən hələ uzaq qardaş ölkələrin rəqslərini də eləyirsiniz. Ona görə istərdim ki, bir göstərəsiniz, nümayiş eləyəsiniz bu rəqsi, gürcü rəqsini.
Nuranə müəllimə, bu uşaqların gürcü rəqsi çox xoşumuza gəldi. Mənə elə gəlir ki, rejissorumuzdan xoşuna gələcək. Gözəl rəqs oldu. İndi siz mənə deyə bilərsinizmi, milli rəqsimiz güclüdür, sizin ya ilə belə gürcü rəqsi çox xoşumuza gəldi. Görək indi öz milli rəqsimiz nətər hazırlayırsan? İnşallah, milli rəqsimizdə tellərinin yanında qız olacaq mahnımız. Uşaqların bu geyimi də milli rəqsə aiddir. Bəli. Bəlkə də gürcü rəqsinə aid idi. Hər yerin, hər ölkənin, belə demək istəyirəm ki, özünün öz paltarı var, özünə uyğun geyimləri var. Bəli. Çox xoşumuza gəldi. Çox sağ olun. İndi bu uşaqlardan hansını hara aparıbsan, hansı ölkəyə? Yarışmalara aparmışıq. Keçən ay Şəki rayonuna aparmışdıq. Yarışmada orada iştirak eləmişdik. 3-cü yerə çıxmışdıq. 3-cü yer, ay maşallah. Yəqin fəxri mükafatı da aldınız. Bəli, diplom vermişdilər orada. Həmişə uğurlarınız olsun. Çox sağ olun. Gözəl rəqsləriniz olsun. İstərdim ki, ölkənin hər tərəfində eləcə ölkədən kənara çıxasınız. İnşallah. Toylara, el şənliklərinə, el tədbirlərinə, dövlət tədbirlərinə çıxasınız. Çox gözəl. İstərdim ki, uğurlarınızı bizlərdə də ITV kanalında da tez-tez göstərəsiniz. Biz tərəfdən də fəxri mükafatlar alasınız, fəxri diplomlar alasınız. Bizim xoşumuza gəldi sizin bu uğurunuz, sizin bu dərslikləriniz. Buyurun, biraz özünüz barədə danışın. Nə vaxtdan işləyirsən? Hardan yaranıb səndə belə rəqs müəllimi olmaq? Uşaqlıqdan həvəsim olub. Sonra bir müddətdir dayandırmışdım. Hardasa 13-14 yaşımdan sonra başlamışdım. 7 ildir davamlı şəkildə fəaliyyət göstərirəm rəqs üzrə. Bəli. Artıq 4 ildə özüm dərs keçirəm. Xırdalan və Masazır ərazisində, Balet və Tədris Mərkəzi və Panda School'da. Gözəl, cavan, gənc müəllimə, həmişə uğurlarınız olsun. Çox sağ olun. Daha çox marağımda sosial şəbəkəyə baxmaqla olub. Burada müəllimim Nicat Azadlı olub. Oradan da öz salamlarımı çatdırıram. Biz də öz salamlarımızı çatdırırıq Nicat müəllim. Bəli, əməyi yəni böyük olub, uğuru. Uğuru böyük olub. Abşeron rayonunda da öz fəaliyyətinizdən göstərirsiniz. Oradan Səmlə xanım, rəhbərimiz Səmlə xanımdır. Oradan da onu salamlayırıq hər birimiz. Biz də Abşeron rayonunun bütün yəni işçi kollektivini, ondan sonra icra hakimiyyətini, müəllim kollektivini, müəllim heyətini salamlayırıq. Mən özüm də Abşeron rayonunda, Xırdalı şəhərində yaşadığıma görə istərdim ki, Abşeronda həmişə sizin keçirdiyiniz uğurlarınıza gəlim və mən də orada əl çalanlardan olum, sizi dəstəkləyənlərdən olum. İndi istərdik ki, bir milli rəqsə də keçəsiniz.
Nuranə müəllimə, bax bayaqları Gürcü rəqsi çox xoşumuza gəldi. Ondan sonra öz milli rəqsimizi uşaqlara oynatdınız, rəqs elətdiniz. Bu rəqs də çox xoşumuza gəldi. Sonra uşaqları dəyişdirdiniz. Geyimləri çox gözəl idi. Çox gözəldir. İndi də hamınız libasınızı dəyişdiniz, oğlanlarımızı da gətirdin, rəqs oynayan uşaqlarımız, oğlanlarımız ilə. Bəli, indi oynadığımız ləzginka olacaq. İndi ləzginka rəqs olacaq. Bu barədə də bizə bir balaca məlumat ver, görək hələ bu ləzginka oynayan uşaqları ölkəmizdən harda rəqs elətdiribsən? Yəni kənardamı, elə ölkə daxilindəmi, hansı tədbirdəmi, hansı toyda? Bunlar da eynən yarışmalarda iştirak ediblər. Nə Və gözəl. Panda School-da bunlar, Masazırda Panda School-da təhsil alırlar. Ləzginkada. Çox gözəl. İndi uşaqların adlarını bir-bir deyərdik. Salam, mənim adım Camaldır. 14 yaşım var. Palita Tədris Mərkəzində rəqsə yeni başlamışam və Nuranə müəllimə təşəkkürlərimi bildirirəm ki, daim yanımızda olub və bizi rəqsə daha çox sevdirib. Ay, çox sağ ol, çox gözəl də çıxış elədin. Buyur bala, sən çıxış elə görək hələ. Mənim adım Ümiddir. 11 yaşım var. 2 aydır ki, Panda School Tədris Mərkəzində rəqs kursu Ay keçirəm. maşallah, həmişə uğurlarını görək. Salam, mənim adım Hüseyndir. 10 yaşım var. Neçə 2 aydır ki, Panda School-da təhsil alıram. Gözəl. Nuranə xanım, bu uşaqların hansından razısan, hansından daha çox razısan? Hər birindən daha çox razıyam. Nə Hərəsinin öz yeri var. Hər birini çox istəyirəm. Gözəl. Qızlar da çox gözəl oynadı. İndi oğlanların da rəqsinə baxarıq görək. Onlar nətəri fəaliyyət göstərir. İnşallah. Göstərib. Sənə də uğurlar, uşaqlara da uğurlar arzulayırıq. Çox gözəl. İnşallah. Daim istərdik ki, bu ITV kanalında gəlib çıxışlar eləyəsiniz. Biz də öz işimizlə, siz öz ürəyimizə sizi İnşallah yerləşdirərik, kanalımızda öz kanalımıza davamlı olar. yerləşdirərik. Yəni həmişə uğurlarınız gəlsin. Çox sağ olun. Mən sizi çox istəyirəm. Nuranə xanım, neçə ildir fəaliyyət göstərirsən? Yenə də 5 təkrarcı ildir bəli olmasın. fəaliyyət göstərirəm. Xırdalanda Palita Tədris Mərkəzində 3 ildir rəqsdən dərs keçirəm. Məqsədin nədir? Məqsədim gələcəkdə inşallah tanınmış rəqqasələrdən biri olmaq. Və özümlə bərabər uşaqlarımla da Tələbələr birlikdə, hazırlamaq, bəli, yarışmalara getmək. yarışmalara getmək, ölkəyə, ölkə daxili yerlərə də Tanıtmaq istəyirəm, bəli, istəyirsiniz. inşallah ki. Mənə elə gəlir ki, siz çox böyük uğurlar qazanacaqsınız. İnşallah. Özünüz nə fikirləşirsiniz? Özünüzə güvənirsinizmi? Bilirsinizmi ki, siz yəni dünyanın hər yerində öz fəaliyyətinizi göstərə bilərsiniz? İnşallah. Özünüzə gələcəyimiz güvənirsinizmi? qabaqdadır. Bəli, Uşaqlarla özümə birgə. güvənirəm. Uşaqlarıma Hazırladığım inşallah. uşaqlar da yaxşıdır. Demək Bəli. olar ki, yaxşıdır. Yəni baxmayaraq az müddətdir, ancaq ki, yəni görürəm ki, yəni çox yaxşıdırlar. Nə qədər tələbəniz olub indiyəcən? Belə deyək, Şagirdləriniz? çox olub. Hardasa bir 40 dənə, 80 dənə olublar. Aha, ay Yəni maşallah. hissə-hissə. Sizə elə Abşerondan gətirirlər bu valideynlər öz uşaqlarını, yoxsa hər yerdə? Xeyr, kənar yerlərdən də olur, şəhər tərəfində gətirilən olur. Baxmayaraq uzaqdır məkan. Gətirdilər Xırdalanda, valideynlər. Masazırda, Qəbul bəli. edirsinizmi? Ya Bəli, 5 yaşdan yuxarı uşaqları qəbul edirik. Olur uşaqlar məsələn özünə qapanan olur, çəkinirlər, kollektivi istəmirlər, uzaqlaşmaq. Yəni o cür uşaqlarla da fərdi şəkildə əvvəlcə ünsiyyət qurmağa çalışırıq onlarla. bax Nuranə xanım, sizi tutaq ki, ölkədən kənara tədbirlərə çağırdılar. Nə bilim belə dövlət tədbirlərinə çağırdılar. Siz hansı uşaqlarla, kimlərlə gedə bilərsiniz? Milli rəqslərimizi tanıtmaq istəyirəm. Daha çox milli rəqsə üstünlük verərik. Və bir çox müasir rəqslərimiz də var indi, yəni ritm var. Yəni güvəndiyin uşaqlar da varmı ki, bunlarla? Hər birinə güvənirəm, bəli. Ha, nə yaxşı. Zəhradır, 1 ildir artıq mən paletrada fəaliyyət göstərirəm. 1 ildir mənimlə birlikdədir. Aha. Və rəqslərini də çox bəyənirəm. Çox məsuliyyətli uşaqdır. Camal da yeni qatılıb aramıza. Bu da paletradandır. Demək olar 1 həftədir başlayıb rəqsimizə. Bu da çox məsuliyyətlidir. Bu balalar. Həvəskardır rəqsə. Ümid və Hüseyn bu Masazırda Panda School-dan gələn uşaqlarımdır mənim. Daha çox məsuliyyətlidir. Bunlar dərsə sevə-sevə mi gəlirlər? Bəli, sevə-sevə gəlirik. Biz də bacardığımız qədər uşaqları sıxmırıq. Yəni kobud rəftar eləmirik. Həftədə neçə dəfə dərs Həftədə keçirsiniz? 2 dəfədir, 1 saat məşğul oluruq. Burada da gələndə məsələn əlavə məşqlər olur, yarışmalara və yaxud verilişlərə. İndi mənə elə Dəvət gəlir ki, alırsa- tətilə çıxırsınız da, yay tətilinə çıxırsınız. Xeyr, Onda da bizdə- yenə harasa gedirsinizmi? Bəli, rayonlara gedirik. Hansı rayona gedibsiniz?
İlk dəfə Şəkiyə getmişik, indi növbəti dəfə planlayırıq. Şəkidən inşallah. uğurla qayıtmışsınız. Bəli, Mən elə üçüncü gələ yerə qalib işləmişəm. olmuşduq. Ay Bəli, maşallah, yaxşıdır. 3-cü yerdə yaxşı. O gün olsun 1-ci yerə çıxasınız. inşallah. İndi fikriniz nədir? Fikrim Bu dəfəki rəqsiniz hansıdır? bu dəfəki rəqsim Ləzginkadır. Üzərimizdə daha çox Görürəm ki, çalışmışıq. özünüz də bu uşaqlarla rəqs eləyəcəksiniz. Bəli, Bir özüm də. müəllimə kimi. Bəli. Aha. İstərdik Ləzginka rəqsini də göstərəsiniz. Nuranə müəllimə, bax bizim ITV kanalının məqsədi, məramı ondan ibarətdir ki, tanınmayanları tanıdaq xalqımıza. Və eləcə də sizin uşaqlar gözəldir, tanınır. Artıq deyirsən ki, neçə tədbirlər aparmışam. Bəli, çox sağ olun. Həmişə uğurlarınız gəlsin. Çox sağ olun. Bizim də kanalımızın özünün də Əsrin Ziyalıları adlı bu verilişin, yəni ITV kanalının Əsrin Ziyalıları adlı bu verilişin özünün jurnalı da var. Növbəti sayımızda elə bax bu yaxın günlərdə jurnalın səhifələrini bizim bax bu balaca uşaqlarımız, gənc rəqqaslarımız bəzəyəcəkdir. Mən buna söz verirəm. Və eləcə də mənim sizin icazənizlə insanların sağlamlığı keşiyində şərəflə dayanan tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Aytən Safquluzadə fəaliyyətindəki uğurlarını nəzərə alaraq Əsrin Ziyalıları Təşkilatı tərəfindən əsrin ziyalısı ən yaxşı həkim, patomorfoloq, Zəngilan rayon xəstəxanasının həkimi xanım Atayeva isə fəaliyyətindəki uğurlarını nəzərə alaraq təşkilatımız tərəfindən əsrin ziyalısı, ilin ən yaxşı həkimi, endokrinoloqu fəxri diplomu ilə təltif olunublar.
Bu münasibətlə kollektivimiz tərəfindən hər iki həkimi və eləcə də sizləri təbrik edirik. Həmişə uğurlarınız gəlsin. Çox sağ olun dəvətiniz üçün. Təşəkkür edirəm bir daha sizə. ITV kanalının rəhbəri Məlikə Göyçəli öz təşəkkürümü, öz minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, biz gənclərə bu qədər dəstək olursunuz, kömək olursunuz. Bəli, uşaqlar, bununla da verişimiz tamamlandı, sona çatdı. Arzumdur ki, tez-tez gələsiniz, biz də çıxışlar edib öz rəqsinizi göstərəsiniz.